Qəbul suallarına davam edilir. 13-cü sualda deyir ki, iki paralel müstəvi arasındakı məsafə 6-dır. Bəs bu müstəvilər üzərində yerləşən iki çarpaz düz xətt arasındakı məsafə nə qədər olar? İki paralel müstəvi arasındakı məsafə 6-dırsa, onda bu müstəvilər üzərində yerləşən iki çarpaz düz xətt arasındakı məsafə də yenə 6 olacaq. Çünki qaydamız var ki, iki çarpaz düz xətt arasındakı məsafə ilə bu düz xəttlərdən keçən paralel müstəvilər arasındakı məsafəyə bərabərdir. Yəni paralel müstəvilər arasındakı məsafə ilə bu müstəvilərin üzərində yerləşən çarpaz düz xəttlər arasındakı məsafədir. Növbəti sualımızdan davam edək. Kosinus pi-də bilirik ki, -1 alır. -1 böyükdür 2-də 1 deyil. Sinus pi-də 0 alır. 0 böyükdür 0 deyil. Kosinus pi bölü 4-də kökdə 2 bölü 2 alır. Kosinus pi-də -1 alır. Üstəgəl 1 böyükdür 1-dən. Bəli, doğrudur. 1 üstəgəl kökdə 2 bölü 2 1-dən böyük ədəddir. Sinus pi bölü 6-da 30 dərəcədə 2-də 1 alır. 2-ni 2-də 1-ə vuranda 1 eləyir. Kosinus pi bölü 4-də də kökdə 2 bölü 2 alır. Yəni 1 bölü kökdə 2. Bu 2-dən böyük deyil. 1 üstəgəlinsin nədirsə. Yəni bu da səhvdir. Sinus pi bölü 6-da yəni 30 dərəcədə 2-də 1 alır. Sinus pi bölü 4-də kökdə 2 bölü 2 alır. Kiçikdir 1-dən. Bu doğru deyil. Çünki 1 plus kökdə 2 bölü 2-dir. Bu 1-dən böyük ədəd olacaq. Çünki 1 plus kökdə 2 1,4 olsun. 1,4'ü də deməli 2-yə böləndə lap belə düşünək, biz bunu kökdə elə bir 2-də 1 üstə 2-də 1 gələndə hələ bizdə 1 tam eləyir, düzdürmü? Ya da elə bayaq dediyim kimi bu 1,4 düşünsək, 1,4 üstə 1,4 gəldi, 2,4, 2,4 2-yə böləndə 1,2, yəni təxminən 1-dən böyük ədəd çıxır. Ona görə bu da doğru deyil, 1-dən kiçikdir deyir. Cavabımız olacaq Y variantı.